Salam dostlar, mən ən son vaxtlar başıma gələn bir məsələ ilə bağlı danışmaq istərdim və həqiqətən də mən bu araşdırma apardım bu məsələ ilə əlaqədar, tarixə də baxdım və nəyə görə bizdə bu günləri dostluq olan şirkətlər inkişaf eləmir və nəyə görə bu günləri ailə münasibətlərində qurulan şirkətlərin sonu yaxşı nəticələnmir. Və mən düşündüm ki, mən tarixə baxım və həqiqətən gördüm ki, bizim şərq dünyasında və türk dünyasında ailə biznesləri, dostluq biznesləri heç də uğurlu sonlanmayıb. Və mən bu məsələ ilə bağlı son vaxtlar mənim başıma gələn bir əhvalatı danışmaq istərdim. Mənim əsgəri yoldaşlarım var. Bir gün mənə zəng elədi biri. Əsgərdən daha yeni gəlmişik. Zəng elədi ki, mənim işə ehtiyacım var. Və mən öz firmama dəvət elədim. 2-3 ay bizdə çalışdı və sonda o narazı şəkildə, küslü şəkildə bizim şirkətdən ayrıldı getdi. Hətta adam belə gedəndə sağollaşmadı da belə. Yəni mənim baxdım bu məsələ nəyə görə bu belədir və elə bu arada bir dostum da zəng elədi ki, mənim işə ehtiyacım var. Mən onu da dəvət etdim şirkətimizə və gəldi o yenə də 2-3 ay, 3-4 ay çalışdı və sonunda yenə də o incili şəkildə getdi. Həqiqətən bu məsələ məni narahat edirdi. Nəyə görə bu sonluqlar, mən axı düşünürdüm ki, onlar məndən qalxsın bərabər bir yerdə çalışaq, amma heç də düşündüyüm kimi olmadı. Və mən bir baxdım ki, ən çox şirkətdə insanlar bir-birindən, yəni belə dostluq münasibətində olan insanlar bir-birindən inciyir, tez-tez küsür. Mən bu məsələ ilə bağlı müəllimə sual verdim. Mənim müəllimim çox gözəl bir misal gətirdi, anlattı. Dedi, bizdə tarixdə 2 qardaş olub, hansı ki, onlar çox gözəl ailə münasibətləri, çox gözəl ailədən çıxıblar. Amma elə bir vaxt gəlir ki, onların aralarında incilik, onların aralarında küslülük baş verir və bizdə nə qədər ki, biz mehribanıq, daha çox ailə canlıyıq, bir o qədər də bizim düşmənçiliklərimiz də, qan davalarımız da çox ağır gedir və onlarda 2 qardaşın bir-biri ilə bu şəkildə, narazı şəkildə inciliklər olur və hətta onlar bir-birinin övladlarını öldürməyə qalxırlar. Və bir gün, bu qısa bir sürür bu dava ki, qardaşın biri rəhmətə gedir, digər qardaş onun yeni dünyaya gəlmiş övladını götürür, saxlayır və hətta onu qoymur belə yeməyini çəksin, onun yeməyini çəkdirir qulluqçulara, onun ayaqqabısını hətta belə bağlamağına adamlar ayırır ki, o qardaş oğlunun ayaqqabısını bağlasın və bir gün vaxt gəlir ki, mən bu əhvalatı qısa danışacağım ki, daha aydın danışmağa çalışacağım ki, bu günlərin bir günü gəlir ki, qardaşın oğlunun 18 yaşı tamam olur və həmin qardaş uşağı deyir ki, artıq sənin 18 yaşın var və sən artıq cəmiyyətdə çox rahat şəkildə özün yaşamalısan, özünə yol götürməlisən, özünə gün ağlamalısan və siz düşünün, bir adam indiyə kimi ayaqqabısının bağını bağlamadı. Bir adam indiyə kimi öz yeməyin boş qabına süzmədi və əyərləri belə bir adamın 18 yaşında yetişmiş adam, indiyə kimi həyatda bir şey eləməmiş adam necə sərbəst yaşaya bilər? Təbii o, bu cəmiyyətdə ağır durumlara düşəcək, hətta belə deyək, kobud da səslənsə məhv olacaq cəmiyyətdə. Mən bu misalı tam mənim hisslərimlə biruzə verdi və həqiqətən də mənim belə deyək, mənim düşündüyüm bir fikri tam açıqlayır burada. Mən də düşünürdüm ki, dostlarım bizim firmaya gələndə məsələnin ilkinindən başlasınlar. Mən necə piştaxtanın arxasında durub satış eləmişəmsə, mən necə sıfırdan başlamışamsa, mən düşünürdüm ki, çünki mənim gördüyüm, mənim yaşadığım bu təcrübə uğurlu oldu. Mən də dostlarıma bunu məsləhət görürdüm ki, bu təcrübə uğurlu təcrübədir. Mən ona görə dostlarıma da bu yolu məsləhət gördüm ki, onlar müştəri ilə işləsinlər, müştəri ilə sıx əlaqədə olsunlar. Onlar problemlərin içindən çıxsınlar. Onda uğurlu şəxsiyyət olacaq və bizim çox gözəl komandamız olsun. Amma çox təəssüf ki, onlar sonda məndən incili şəkildə getdilər və mən bir şeyi burada qeyd eləmək istəyərdim ki, həqiqətən də mən şahidi oldum ki, hisslər olan yerdə
dostluq olan yerdə biznesdə bir problem olur. Biznesdə inkişaf olmur. Səbəb, çünki beynin yarıdan çox hissəsi, kobud da səslənsə qeyd edəcəm, boş işlərlə məşğuldur. Yəni, lazımsız işlərlə. Bu lazımsız işlər nədir? İnciliklər, bir-birindən küsmələr, bir-birinin xətrinə dəyməmək üçün səhvlərə göz yummalar, çıxarılan qərarlara dostumdur deyə, belə deyə, el arasında səsləndiyi kimi baş soyudu yanaşmalar və bu, belə şirkətlərin sonu heç də yaxşı görünmür və mən gənclərimizə, yeni işə başlamış insanlarımıza və iş dünyasında olan insanlarımıza bunu tövsiyə eləmək istərdim ki, biz onsuz da iş həyatımızda hər kəsi xoşbəxt eləməyə bilərik və biz əgərləri çalışsaq ki, hər kəsi xoşbəxt eləyək, biz heç nəyə nail olmayacağıq və bu, belə bir borcumuz da, belə bir sorumluluğu da üzərimizə almamalıyıq ki, hər kəs xoşbəxt olmalıdır və əgər biz ona çalışsaq, heç kəs xoşbəxt olmayacaq və gənclərimizə ən önəmli məsələni mən qeyd eləmək istərdim ki, gənclərimiz bu günləri incimək, mentalitetimizdə olan, həqiqətən də bizim gələcəyimizi kölgə altına alan bir məsələ var ki, incimək məsələsi, o məsələni qısa bir zamanda öz üzərlərindən götürsünlər və artıq məsələlərdə hisslərlə deyil, ağılla yanaşsınlar və ailə münasibətlərində qurulan şirkətlər də bu var, hisslərlə yanaşırlar və hisslərə qapanırlar və daha çox beyinləri iş müddətində dedikodu, kiminsə xətrinə dəyməmək və yaxud da dəydisə, filan kəs məndən inciyəcək deyə fikirlərlə beyinlərin çox hissəsini məşğul edirlər. Və ona görə mən gənclərimizə məsləhət görürəm. Biznes kimi getməlidir. Dostluq kimi. Dostluğun öz yeri var, dost kimi biznesin öz yeri olmalıdır. Bizneslə dostluğu qarışdırmaq olmaz. Əgər biz bunu qarışdıracaqsa, həqiqətən də şirkətimizin gələcək tarixini, böyük uğurlarını, böyük suallar gözləyir. Mən hər birinizə uğurlar arzu edirəm və mən inanıram ki, biz gələcəyimizdə, önümüzdə duran məsələlərdə hisslərimizlə deyil, ağlımızla hərəkət edəcəyik və quracağımız iş planlarımızı və quracağımız bütün layihələrimizdə ağılla addımlayacağıq. Bu, bizi daha çox güclü şəkildə şirkət halına gətirər, bizi daha çox dünyaya güclü bir şirkət kimi çıxmağımıza səbəb olar. Hər birinizə təşəkkür edirəm.